Xanımlar və bəylər, Hamınızı salamlayıram, əziz tamaşaçılar. mən Sevda. Ay xanım ikinci adını da de. İkinci adı yadımdan çıxıb. Digər videolarında bilindiyi kimi gəzimiz davam eləyir. Yeni il ərəfəsində indi də yenə Almaniya-Fransa sərhədinin mədəniyyət mərkəzinin şirin evlərin olduğu Kolmar şəhərində gəzintimiz başlasın. Sizə xoş seyirlər, mənə də xoş bir gün. İnşallah ki, ürəyimi istədiyim kimi çəkə bilərəm, gəzə bilərik. Yenə sözlər gedib, bağışlayın, düzələcək, bunlar hamısı düzələcək. Başlayaq. Bunu çevirə bilmirəm, gözlüyüm çevirdim. Kolmar. Bu bilinir. Mədəniyyət, mədəniyyət. Bizim kəndimizə xoş gəlmişsən deyirəm bütün kəndimizin adından və bizim kənddə. Burada Christmas yarmarkası olub. Çox təəssüf ki, hal-hazırda işləmir, çalışmır. Artıq yanvarın 3-üdür. Çoxdan yığışdırılmaqda bunlar. Yetişəmədik. Önümüzdəki illərə öz yarımızla gələrik. Bu dəfə tək, gələn yeni ildə cüt. Amin. Amin deyin be. Amin yazın. Kameranı mən işlədə bilsəm, çox yaxşı olacaq. Əla olacaq, amma nəsə. Öyrənəcəyik. Hər videoda dediyim kimi, yavaş-yavaş. Özümüzük də, elbə ki, dostunuzdur, rəfiqənizdir. Çıxıb çöllərə gəzir. Siz də onun yanındasınız. Gəzəndə də belə gəzir də hamı. Başlayırıq Old Town-u gəzməyə. Xahiş eləsəm bu evlərdən birini mənə verərlər. Çok sevirəm. Səni üçün ölüyorum. Sensiz yaşayamam. Və xahiş edirəm. Nə olacaq? Allahım. İstəyirəm hər dəqiqəsini, hər anını çəkim. Göstərim. Aha, studiyamıza zəng var. Bu telefonla danışım. Mənim maraqlıdır ki, belə adamlar mənə çox maraqlıdır ki, siz indiki dövrdə jetonlu telefonla kimlə danışırsınız? Yo telefon qardaş elə olmadığına görə. Ağzımın üstündən bir dənə şillə